Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Yaxın bir saat ərzində sizinlə birlikdə mən olacağım Sona Boynina. Bilirsiniz ki, Media Doktor layihəsi həftədə 5 gün Media FM-in efirində yayımlanır və günorta saat 4-dən 5-ə qədər bizi dinləyirsiniz və bizim vaxtımız başladı. Özünüzə yaxşı baxın hər zaman və özünüzə yaxşı baxmağınız, səhhətinizlə bağlı daha dəqiq məlumatlara sahib olmağınız üçün də bizim hər zaman studiyamızda dəyərli doktorlarımız qonaq olur. Bugün biz beyin sağlamlığı ilə bağlı dəqiq məlumatlar əldə eləyəcəyik. Buna görə də mənə müsahibim Cəmil İbrahimov kömək eləyəcək. Nevroloq doktorumuz Medistyle Hospitalın mütəxəssisi. Doktor, xoş gəlmisiniz. Xoş gördük. Salamlayıram həm izləyicilərimizi, dinləyicilərimizi, həm də sizi. Dəvətinizdən ötürü təşəkkür edirəm. Çox sağ olun. Biz təşəkkür edirik, doktor. Doktor, ümumiyyətlə insan beyni çox maraqlı bir orqandır. Çox mürəkkəb, çox unikal. Hələ də araşdırmaları davam edən, alimlərin hələ də laboratoriyalarda onu xilas etməyə çalışdıqları bir çox məsələlər var ki, hələ də tibbin gündəmindədir. Amma şükürlər olsun ki, çox şey artıq doktorlara agahdır və çox problemlərdə insanlara artıq həkimlər kömək eləyə bilirlər. Bunlardan biri də insultdur. Yetər ki, insanlar buna gecikməsinlər. Bax, o gecikməmək üçün nələr etmək lazımdır, onlardan danışacağıq. Doktor, qısaca bir məlumat verək ki, öncə insult nədir? Sonra onun həkimə qədər ki, insanlara belə də ilkin olaraq verdiyi əlamətlərdən danışaq. Tamam. Əvvəla onu deyim ki, insult beyin damarlarının tromb və ya qan laxtası tərəfindən tutulması və yaxud da qan damarlarının partlaması nəticəsində yaranan bir patologiyadır. Əgər bu tromb nəticəsində yaranarsa biz buna deyirik işemik insult, yəni damar tutulur və həmən o damarın qidalandırdığı sahə ölür. Yəni, sadə dildə izah etməyə çalışıram. Və hemorragik insult isə, yəni bu artıq həmin damarlardan birinin, beyni qidalandıran damarlardan birinin partlaması nəticəsində qanın beyin toxumat daxilinə və yaxud da beyin qişalarına sızmasıdır. Buna da biz deyirik hemorragik insult. Doktor, hansı daha təhlükəlidir? Hemorragik insult letallığına görə daha təhlükəlidir. Aydındır. İşemik insult hemorragik insulta baxanda proqnostik baxımdan daha yaxşıdır. Hansı nə əlamət verir, doktor? Bəli, istəyirəm onun barədə məlumat verim. Çox vaxt bu elə bir patologiyadır ki, tutaq ki, bir insanda hemorragik və ya işemik insult baş verərsə, bu onu özü dərk etməyə bilər. Çünki elə bir beynin elə bir sahəsində baş verə bilər ki, o ətrafdan kömək istəyə bilməz. Çünki dominant mərkəzdə olanda insanlar danışığını itirə bilir, fikrini ifadə edə bilmir və hətta komiyada düşə bilir. Amma kənardan baxanda, yəni daha çox insultu bizə həkimlərə gətirən insanlar xəstə yaxınlarıdır. Baxırlar və görürlər ki, tutaq ki, xəstənin üz nahiyəsində bir asimetriya yarandı. Əli ayağının işləməsində problem yarandı. Yəni əlini qaldıra bilmir, ayağını tərpədə bilmir və götürüb həkimə gəlirlər. Yəni ən ilk bariz nümunəsi, yəni insultun budur. Bu əlamətlər gördük ki, üzündə xəstəmizin, daha doğrusu yaxınımızın üzündə bir əyilmə var. Qolunun, ayağının, yəni aşağı ətrafın işləməsində problem var. Mütləq tez bir zamanda həkimə müraciət etmək lazımdır. Çünki burada vaxt ən qızıl faktordur. Çünki bu, doktor, mən həmişə insanlara bunu izah eləmək üçün deyirəm ki, düşünün ki, bu da beynin infarktıdır. Biz infarktı necə tez həkimə çatdırmağa çalışırıq? Eynisi də beyində sanki baş verir. Çox doğru buyursunuz. Onsuz da insult beyin infarktı adlanır. Yəni biz beyin infarktlarına insult deyirik. O da ölçüsündən asılı olaraq dəyişir. Yəni kiçik infarktlar, lakunar infarktlardan tutmuş böyük həcmli infarktlara qədər gətirib çıxa bilər. O tutulan damarın ölçüsündən asılıdır, kalibrindən asılıdır. Doktor, belə deyək, bu üzdə əyilmədən, yəni asimetriyanın olması, eyni zamanda aşağı ətrafların, əlin, qolun və s. işləməməsi. Yalnız budurmu əlamətlər? Yoxsa başqa əlamətlərdən mi verər insult? Burada tamam, çox gözəl sualdır, əslində məntiqli sualdır. Amma mən burada nəyi vurğuladım? Ən birinci kənardan izləyən insanın müşahidə etdiyi ilk əlamət bunlardır. Bilirsiniz, niyə görə deyirəm? Bəzən dominant mərkəzdə olur, xəstə danışığını itirir.
sol tutaq ki beyin çox insanlarda sol beyin yarımkürəsində yerləşir, dominant yarımkürə sol beyin yarımkürəsidir və sol orta beyin arteriya hövzəsində bir tıxanma olanda, insult yarananda xəstə danışa bilmir və hətta onun orqanizmdə hansı hadisə olduğunu belə ifadə edə bilmir ki, mənə nə baş verdi. Yəni nitq bu dərəcədə dayanır. Bildiyiniz, yəni dayanır. Ümumiyyətlə danışıq qabiliyyəti tam itir və tədricən xəstə komaya doğru irəliləyir. Bunu görəndə ki, xəstəmiz danışa bilmir, fikrini ifadə edə bilmir, dili tutuldu, bu da bir əlamətindən biridir. Nəyə görməzsə bu ikinci olaraq bu sualı vermək məcburiyyəti hiss edirəm. Çünki insanlar adətən ayaqda olan məsələləri belə bağlayırlar. Düşünür ki, belindədir bir problem. Yəni insultu düşünməyəcəklər. Yaxşı müşahidədir. Dəfələrlə ən azı bir 10-12 dəfə bu mənim şəxsən başıma gəlib. Xəstə belində ağrım var deyib ayağım zəifləyir. Yoxlamışıq ki, insultdur. Ay. 10-15 gündür insult keçirib, sadəcə olaraq ocağın ölçüsü balaca olduğuna görə əhəmiyyət verməyib ki, sol qolumda da zəiflik var. Yoxlayanda aşkar eləmişik ki, insultdur, insult əlamətləri var və MRT-yə göndəririk. Kranial MRT, baş beyin MRT-si təsdiqlənir ki, yarımkəskin dövrdə insult var. Bu dəfələrlə yəni başımıza gəlib səhv sala bilirlər yəni. Ona görə də istənilən halda birincisi orqanizmimiz barəsində məlumatlı olmağımız bizim ən gözəl silahımızdır. Bəli. Buna görə də şükürlər olsun. Bugün istənilən efirlərdən, yəni az qala istənilən efirlərdən həkimlərimiz insanlara dolğun məlumat çatdırır. Yetər ki, bu məlumatları özünüzdə toplayasınız və vaxtında həkimə müraciət eləyəsiniz. Yəni çevirməyəsiniz ki, əşi xəstəlikdən danışırlar yenə. Bu arada bizim dalğamıza birbaşa sualını ünvanlamaq istəyən Cəmil doktora, nevroloqumuza birbaşa sual ünvanlamaq istəyən dinləyicimiz varsa, elə izləyicilərimiz də ola bilər. Çünki siz bizi TikTokdan canlı izləyirsiniz, Media FM-in saytından canlı izləyə bilirsiniz və təbii ki, dalğamızda 105.5 FM-in efirində dinləyirsiniz. Hal-hazırda bizi 055 999 10 55 nömrəsi ilə bizə sualınızı ünvanlaya bilərsiniz. Eyni zamanda doktora birbaşa müraciət etmək üçün 099 823 19 23 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bir daha səsləndirirəm doktorumuzun nömrəsini 099 823 19 23 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Medistyle Hospitalda çalışır doktorumuz Nərimanov rayonu Albert Agaronov küçəsi 16 ünvanında yerləşir. Medistyle Hospital, rahat müraciət eləyə bilərsiniz. Biz insultlardan danışırıq. Insultlar bizim el arasında beyin infarktı kimi də tanıdığımız, beyinə qan sızması kimi tanıdığımız, müxtəlif adlarla bildiyimiz bir xəstəlikdir, çox təhlükəlidir. Bunu gecikdirmək, gözləmək, yatırtmaq, ay tərpətmək olmaz yanaşmalarıyla etmək olmaz. Çünki artıq həkimlərimiz deyir ki, o artıq keçmişdə qalan bir yanaşmadır. Çünki bugün tibbin çox operativ yanaşmaları var ki, həmin insanları rahatlıqla xilas eləyə bilir insanlarımız. Təbii ki, buradakı vəziyyət dəyərləndirilir həkimlərimiz tərəfindən ki, pasiyentə necə yanaşacaqlar. Doktor, deməli, müəyyən əlamətlər var ki, biz bunu ətrafdan müşahidə eləyə bilərik. Bunlar əslində həkimə qədər ki, bizim müdaxilələrimizdir. Bir də var ki, ola bilər insan yanımızda bayıldı. Biz onun insult olduğunu bilə bilərikmi? Ya da bizim həmin anda ona müdaxiləmiz nə ola bilər? Yoxsa artıq bizim burada görəcəyimiz bir şey yoxdur? Vətəndaş olaraq soruşursa, bəli, həkimə qədərki vəziyyətdə olaraq yox. Yox, vətəndaş yəni sırf bayılma ilə onun insult olub olmadığını ayırd edə bilməyəcək. Çünki bayılma deyəndə siz əgər insultun bayılmasını nəzərdə tutursunuzsa, artıq xəstə orada komaya girir. Bəli, komaya düşür. Və komanın hansı mənşədən olmağını bilmək üçün müəyyən araşdırmalar eləmək. Hətta tibb işçisi özü belə araşdırmalıdır. Onun hansı, məsələn, hiperglikemik koma ola bilər, şəkər komasına girə bilər xəstə, düzdürmü? Uremik koma ola bilər. Beyin mənşəli koma, bəli, beyin mənşəli koma ola bilər. Bunu araşdırmaq artıq klinikada mümkündür. Biz onu orada araşdıra bilməyəcəyik. Amma nə etməli? Məsələn, siz bir sual verdiniz, müəyyən dərəcədə cavablaya bilmədik. İnsult xəstəsini gördük. Və düşündük ki, insult ola bilər. Xəstə yaxını nə etməlidir? Bunu istəyirəm mən izləyicilərimizə çatdırım. Bəli. Gördünüz ki, xəstəniz əlində, ayağında bir tərəfli hərəkət məhdudluğu yaranıb, üzündə asimetriya yaranıb, bir mənalı şəkildə təcili yardıma zəng vurmaq lazımdır və 3-4 saat ərzində maksimal çatdırılmalıdır klinikaya. Çünki burada söhbət nədən gedir? Vaxtdan gedir. Burada ixtisaslı klinikadan mı söhbət gedir, yoxsa istənilən tibbi ocaq müdaxilə edərmi? İlk halda istənilən tibbi ocağa çatdırmaq məsləhətdir, amma ixtisaslı klinikaya çatdırılmağı daha məqsədə uyğundur. Niyə? Səbəbini izah edeyim. Çünki insultun ilk mərhələdə bizim o qızıl vaxt dediyimiz 3-4 saat ərzində edə biləcəyimiz yardımlar var.
Hansı ki ondan ötürü xüsusi belə deyək də ekiplər var, komandalar var. Burada iki ən vacib ilk 3-4 saat ərzində oluna biləcək bir trombolizis deyirik. Yəni xəstəyə rekombinant toxuma plazminogen aktivatoru, alteplaza falan tipində dərman vurulur. Yəni nə edirsiniz ona? Gedir trombolizis edir, parçalayır. Aydındır. Dərhal trombu aradan qaldırırsınız. Qaldıra bilir. Bunun bu yəni ümumiyyətlə FDA tərəfindən təsdiqlənib, amma riskləri var. Yəni əlavə olaraq qanama törədə bilər. Aydındır. Beyin qanaması yarada bilər. Və ikinci və daha çox üstünlük verilən endoarterial trombektomiya. Yəni xəstəyə kateter vasitəsilə arteriyadan girirlər, gedir tromb tutmuş damardan pıxtını, yəni laxtanı, trombu çıxardırlar. Aydındır. Bu ilk 3-4 saat ərzində mümkün olsa icra etmək 24 saat ərzində demək olar ki, xəstənin kliniki əlamətləri geri sovurulur. Yəni insanı geri qaytarırsınız artıq. Bəli, həmən parezin, plegia deyirik, hansı tam hərəkət məhdudluğu, yəni şikəstlikdən söhbət gedir. Əmək qabiliyyətinin itməsindən söhbət gedir. Bu hər baxımdan effektivdir. Bir, xəstənin özünə effektivdir. Çünki ömür boyu əsadan və yaxud da kalyaska və yaxud da kimlərinsə köməyinə ehtiyac duymadan yaşayacaq. Yaxınlarına xeyirdir, çünki ağır bir xəstəyə baxmaq məcburiyyətində qalmayacaqlar və dövlətə xeyirdir. Təsəvvür edin ki, bir insan insult keçir və ona pensiya təyin olunur, reabilitasiya mərkəzlərinə ona ötürü pul ayrılır və ömür boyu ona belə deyək də pul xərcləyən dövlət bəli. Pul xərcləyir. Yəni ona görə ilk 3-4 saat ərzində çatdırılsa çox böyük əhəmiyyəti var. Bunun üçün də o bəzi miflərin öhdəsindən gəlmək lazımdır. Mif nədir? Sizin bayaq vurğuladığınız çox gözəl bir məqama toxundunuz əslində. Bunu biz rayonlara mən gedirəm də, xəstə qəbullarımız olur rayonlarda da. Dedilər ki, tərpətmə. Bəli. Kim dedi? Nə üçün? Yox, tərpətmək olmaz. Elə bir şey yoxdur. İnsult keçirmiş xəstədən söhbət gedirsə və təbii ki, söhbət orada tənəffüsün pozulması ola bilər. İndi vəziyyətin ağırlığı orada 100% nəzərə alınır. Beynin hansına həssiz edilənir? Reanimobillə, tutaq ki, süni tənəffüs aparatı ilə istənilən xəstə transportabelnidir. Daşına bilir. Sən qəbul edirsənsə ki, əgər sənin xəstən evdə qalanda dünyasını dəyişəcək, ölə bilər. Yəni birmənalı şəkildə bunun xəstəxana şəraitində olmağı və yardım göstərilməyi mütləqdir. Yəni bəzən deyilir ki, doktor evdə müalicə eləsək olmaz. Əlbəttə olmaz. Yəni olmamalıdır elə. Təəssüf ki, olur. Çünki məsələn bayaq ən azından doktor o müdaxilələri dediniz. Tutalım ora kateterlə girilməsi, oradan pıxtın götürülməsi, yəni trombun açılması həmin nahiyədə bu ev şəraitində necə baş verəcək? Çünki bu cərrahiyyə yerində hətta adi xəstəxanalarda belə mümkün deyil. Bəli, çünki bu cərrahi xüsusi kabinetlərdə və steril bir şəraitdə aparılmalıdır. Bəli, xüsusi bir komanda tərəfindən icra olunur. Onun özü üçün, onu məsələn nevroloq icra eləmir. Onu invaziv radioloqlar icra edirlər. Və xüsusi komanda ilə, xüsusi avadanlıqlarla, bəli, bir mənalı. Və 3-4 saat ərzində etdik. Etmədik, nə baş verir? Artıq xəstə olmalıdır reanimasiyada, əgər xəstənin ağırlığından asılı təbii ki, vəziyyətinin və yaxud da stasionar palatada nevroloq tərəfindən müalicəsi aparılmalıdır. Davam eləməlidir. Qısa bir fasiləmiz olacaq. Fasilərin ardından biz davam eləyəcəyik. Biz bugün beyin sağlamlığından danışırıq. İnsultlar bu beyin belə deyək nahiyəsində daha çox görülən bir problem olduğu üçün bugün bu mövzunu müzakirə etməyi seçdik doktorumuzla. Cəmil İbrahimov studiyamızın qonağıdır. Suallarımızı cavablandırır. Nevroloq doktor Medistal Hospitalda çalışır. Nərmanov rayonu Albert Agaronov küçəsi 16 ünvanında. 099 823 1923 nömrəsi isə doktorla əlaqə saxlamaq üçündür. Birbaşa dalğamızda suallarınızı bugün canlı olaraq ünvanlamaq istəyirsinizsə 055 999 1055 ilə əlaqə saxlaya bilərsiniz. Bugün hələlik ilkin olaraq öyrəndiyimiz odur və bunu bir əzbərə çevirməliyik ki, insult keçirən insanları evdə saxlamaq olmaz. Bu artıq köhnədə qalan bir mifdir. Çünki bugün 3-4 saat ərzində ən yaxın ixtisaslı bir klinikaya öz yaxınınızı, əzizinizi çatdırmağınız onu ömürlük bəzən də şikəst qalmaqdan, onu əlil qalmaqdan xilas eləyə bilər. Kimlərəsə möhtac qalmaqdan xilas eləyə bilər. Media doktoru dinləyirsiniz.
Biz davam edirik. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Boynuna. Artıq verilişimizin müəyyən bir hissəsi getdi. Biz fasilədən sonra davam edirik. Yeni qoşulan dinləyicilərimiz varsa hər birinə uğurlar diləyirik. Sükan arxasında olan bütün sürücülərimizə açıq yol və sağ-salamat öz mənzillərinə gedib çatmalarını diləyirik. Cəmil İbrahimov bugün mənim studiyamızda müsahibimdir. Nevroloq doktorumuz Medistyle Hospital'da fəaliyyət göstərir. Nərmanov rayonu Albert Aqaronov küçəsi 16 ünvanında. Doktorla əlaqə saxlamaq istəyən dinləyicilərimiz, izləyicilərimiz 099 823 1923 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İnsultlardan danışırıq. İnsultlar beyin qanaması olaraq insanları çox qorxudan bir məsələdir. Biləsiz ki, ilkin əlamətləri var. Doktorumuz müəyyən əlamətləri sadaladı ki, onlara diqqət etmək lazımdır. Yox, artıq el arasında bir söz var. Deyirlər, iş işdən keçibsə, burada sözü ancaq cərrahlar deyir, mütəxəssislər deyir və təbii ki, nevroloqlar. Doktor, belə sual verəcəm sizə. Siz nə zaman artıq insult baş verən insanı, beyin qanaması baş verən insanı cərraha yönəldirsiniz? Hansı mərhələyə qədər onlar sizin tabeliyinizdədir, sizin belə deyək, nəzarətinizdədir? Əgər söhbət beyin qanamalarından gedirsə, birinci iş cərrahlardadır, neyrocərrahlardadır. Yəni neyrocərrah tərəfindən dəyərləndirmə aparılır. Subdural qanamadır, epiduraldır, yoxsa subarachnoidal qanamadır. O beyin qişalarından söhbət gedir. Bəli, sərt hansı qişa, nahiyədədir? yumşaq qişa və hörümçək toruna bənzər qişa. Öz dilimizdə deyək. Bəli. Və yaxud da intraparenximatoz, yəni beyin toxuması daxilinəmi qan sızmadır. Və yerləşmə mövqeyi. Neyrocərrah dəyərləndirir. Əgər müdaxilə etmək mümkündürsə, tutaq ki, bir epidural qanamadır və yaxud da subdural qanamadır, cərrah trepanasiya edib başı açır və bir prosedur icra edir, qan boşaldılır və çıxılır. Və hematomadan azad olur. Təbii ki, hematoma varsa baskı var, düzdürmü? Bəli, mexaniki olaraq. Yox, əgər intraparenximatoz qanamadırsa və müdaxilə etməsi mümkün olmayan bir yerdədirsə, artıq neyrocərrahlar xəstəni tapşırır nevroloqa. Nəzarət eləyin. Bəli. Xəstə reanimasyon şəraitdə reanimatoloqla nevroloqun bir nəzarətində olur. Yəni burada artıq peşəkarların konsiliumu olur. Artıq bir mənalı şəkildə müalicə nevropatoloq tərəfindən və reanimatoloq tərəfindən təqib olunur. Burada yanaşma budur. Doktor, ən çox marağıma səbəb olan nədir? Adətən insultlarda belə artıq koma vəziyyətindədirsə, doktorlar müəyyən bir sutka verirlər həmişə. Məsələn, birinci sutka ya da ikinci sutka daha təhlükəlidir, gözləməliyik ya da ki, bir sutka sonra sizə bir söz deyə bilərik kimi ifadələr işlədirlər xəstə yaxınlarına. Bu nəyə görə dəyərləndirilir? Nəyə gözləyirsiniz həmin müddətdə? Mən deyim sizə, orada söhbət nədən gedir? Əslində, sırf bir və ya iki sutkadan söhbət getmir. Yəni, orada birincisi xəstənin həmən vəziyyətdə, tutaq ki, komadadırsa, yəni orada sutka verilir ki, neçə sutka ərzində ayıla bilər. Aydındır. Orada ocağın həcmi götürülür. Bunu siz MRT-dən sonra bilirsiniz. Təbii ki, yəni o bağlı bir qutudur. Yəni MRT olunmasa, ümumiyyətlə görüntüləmə olmasa onu biz deyə bilmərik. Klinik əlamətlər var. Amma ocaq hansı ölçüdədir, hansı nahiyələri, belə də beynin hansı hissələrini əhatə edir, ətrafında ödem varmı, yoxsa yoxmu, bu dəyərləndirilir. Aydındır. Və sutka söhbətinə də qalanda, əgər ki, məsələn, hansı sutkadan sonra nəsə deyə bilərəm, ümumiyyətlə əsas orada risk dövrü kəskin dövrün, yəni o hansı ki proses indi yaranıb, biz ona deyirik ki, yeni ocaq kəskin. Bəli, kəskin dönəm. Kəskin dövrdə olan insult sahəsi. MRT-də də bu şəkildə yazılır. Onun yarım kəskin dövrə keçəndən sonra bilirik ki, artıq letallıq ötdü. Yəni ölüm riski keçdi. Aydındır. O 3 gün o sutka verirlər ki, yaşasa yaşayacaq, o nisbidir, o düzgün deyil. Yəni sən deyə bilməzsən ki, çünki ilk 10 gün ərzində təkrarı həmlə ola bilər, ağırlaşmalar ola bilər, digər proseslər qoşula bilər deyə o barədə proqnoz vermək düzgün deyil. Gördün ki, MRT elədin, gördün ki, artıq ocaq yarım kəskin dövrə keçib, xəstə yaxınlarına göz aydınlığı verə bilirsən ki, bəli, gözünüz aydın olsun, artıq belə də insult sahəsi sağalmaq üzrədir və həyati riski keçib. Deməli, müddət verdiyiniz budur. Bir də orada bir sualınızın əks tərəfini mən sizə, biz nə vaxt neyrocərrahlara
xəstəni ötürürük. Aha. Yəni hansı ki onlara Bəli, tapşırırıq. aha. İşemik proseslərdə, işemik insultdan söhbət gedir. Beyində ocaq ətrafında ödem yaranır. Və bəzən ödemin həcmi o qədər böyük bir həcmə çatır ki, beyin öz qutusuna, yəni bizim o kəllə qutusu dediyimiz kafatası ona sığmır və az qalır partlamaq səviyyəsinə. Elə olanda kəllə qutusunun qapağı açılır nörocerrah tərəfindən, qapaq qaldırılır və beyin sərbəstləşdirilir. Allah ağır hallarda beyin göbələk şəklində kəllə qutusundan çölə çıxa bilir. Yəni ödemin həcminə görə də təbii ki. Və yenidən o ödem götürüldükdən sonra qapaq yerinə qoyulur, ondan sonra yenə tapşırılır nevroloqa, sonraki müalicəsi nevroloq aparır. Aydındır. Ümumiyyətlə beyin o qədər maraqlı bir orqandır ki, hətta belə deyək, düşüncə tərzimizə, şuur altına baxsaq, dünyanın nə qədər qalaq-qalaq kitabları beyin haqqında yazılıb. Onun düşünməsi, onun hadisələri yanaşması, onun hətta insan üçün müəyyən fərziyyələri öz-özündən yaratması çox unikal bir orqandır. Amma təəssüflər olsun ki, biz bu unikal orqanımızı həmişə düzgün qiymətləndirə, qoruya bilmirik. Çünki niyə söhbətimi bura gətirirəm doktor? Çünki insultdan sonra biz bilirik ki, bunun növbəti ataklar ola bilir. İnsanlar bundan özlərini qorumurlar. Təəssüflər olsun, həkimlərimizin həmişə şikayəti bundan olur ki, biz insana xəbərdarlıq eləyirik ki, bu infarkt kimidir. Növbəti atakalar gələcək, gələ bilər. Çünki artıq siz bunu bir dəfə yaşamısınız. Bu faciədən bir dəfə dönmüsünüz. Bəxtiniz gətiribsə, əgər dönmüsünüzsə. Və bundan sonrasını nəzarət etmək lazımdır. Və təbii ki, burada insultdan sonraki izlər qalıbsa, insanlar burada da gecikirlər. Məsələn, reabilitasiya dövrünə gec başlayırlar, fizioterapiyalara gec başlayırlar. Niyəsə bunu o qədər də çox ciddi bir məsələ hesab etmir insanlar. Mən onu da izah eləmək istəyərdim. Buyurun. Gözəl mövzulara əslində toxunursunuz. Söhbət nədən gedir? Bir insult keçirmiş xəstəni həkim tərəfindən düzgün maarifləndirmə aparılmalıdır. Bu şərtdir. Mən bəzən olur ki, yenə deyim, xəstə elə bir sensor afaziyası var, vernik afaziyası deyirik. Xəstə biz deyəni anlamır, danışa bilir, söz salatı deyirlər də, qaşamalaşa. Nə gəldi danışır, öz dediyini də anlamır. Yəni sən ona izah edə bilməzsən ki, 6 aydan bir filan müayinələr olunmalıdır, belə olmalıdır, bundan qorumalısan. Sən xəstə yiyəsini başa salacaqsan həkim olaraq. Və biz onlara izah edirik. Onun yaxınları artıq diqqətli olmalıdır. Hansı qidaları yeməyindən tutmuş, hansı həyat tərzini yaşamalıdır. Tutaq ki, burada zərərli vərdişlər var, yoxdur. Onlar nəzərə alınmalıdır və vaxtında müayinələr. Müayinələr nədən ibarətdir? Yəni qanın laxtalanma faktorları nəzarətdə saxlanılmalıdır. Lipidlər nəzarətdə saxlanılmalıdır. Ürək vaxtında, çünki insultu yaradan səbəblər var axı. Bəli. Bunların olmaması üçün həkim bir maarifləndirici söhbət aparır. Mən mütləq, yəni insult keçirmiş və sağalmış xəstə yaxınlarına həmişə bundan sonraki necə olmalıdır və hansı şəkildə yaşamalıdır izah edirəm. Əməl edənlər özünü qoruyur. Allaha qurban olum. Hər kəsi qoruyan Allahdır, amma insanın burada özünün də laqeydliyinin böyük rolu var. Sən insult keçirmiş adamsan, laxtalanma dərmanı atmırsansa, qandurulaşdırıcı dərman atmırsan, xolesterinə nəzarət eləmirsən, yağlı yeməklərdən yeyirsən, siqaretdən çəkirsən, istədiyin vaxt içki içirsənsə, sən 100% insult olacaqsan ikinci dəfə. Yəni buna həkim neynəsin, Allah neynəsin. Yəni bu birbaşa bəndənin özünə bağlı bir məsələdir. Qarşı laqeydliyidir. Bəli. Amma qoruyarsa, təbii ki, insultdan özünü qoruya bilərlər. O ki, qaldı reabilitasiya məsələsinə. Burada son ümumiyyətlə illər yanaşma belədir ki, insult keçirmiş xəstənin 3-cü günündən etibarən reabilitasiyası başlanılmalıdır. Bəli. Çünki ilk günlərdən reabilitasiya başlayanda effektivlik 50%-dən yuxarı olur. Gecikdirəndə, reabilitasiya elətdirməyəndə, çünki bu elə bir şeydir ki, təkcə nevroloq dərman yazdığı söhbəti deyil. Orada masajdır, elektroproseduralardır, müalicə bədən tərbiyəsidir, hansı ki biz dərmanlar təyin edirik. Və spastik bir təsəvvür edin ki, bir iflic yaranıb. Bu qolu birinci masaj edib açmaq lazımdır ki, həkimin yazdığı müalicələr ona effekt versin, hərəkət yaransın. Və sonra idman olunmalıdır ki, əzələ kütləsi bərpa olsun. Çünki uzun müddət iflic olmuş ətraf hipotrofiya, yəni arıqlamaya məruz qalır. Yəni çobud desək ağacın budağı kimi quruyur həmin layihə. Quruyur və o adam öz ayağının üstündə qala bilməz. Bundan ötürü də mütləq fizioterapiya, müalicə bədən tərbiyəsi, yəni reabilitasiya başlanmalıdır.
Təəssüflər olsun ki, doktor, biz bunu dəfələrlə mən məsələn efirlərdə müxtəlif sahələrdə mütəxəssislərimizlə görüşürəm. Məsələn, reabilitasiya ilə məşğul olan reabilitoloqlarımız, eyni zamanda məsələn logopedlər, digər məsələn nitq məsələləri ilə məşğul olan mütəxəssislərimiz deyirlər ki, məsələn vaxtında gətirsəydilər, biz o insanları daha tez məsələn nitqini qaytara bilərdik. Kiçik motorikadan başlayaraq biz böyük motorikaya doğru hərəkətləri davam etdirə və inkişaf etdirə bilərdik. Çünki biz nəyi burada düşünməliyik? İnsult keçirən insanı körpə bir uşaq kimi düşünməliyik. Necə ki iməkləməyi öyrənir, asta-asta kiçik motorikası işləyir, asta-asta hərflər deməyə başlayır. Az qala həmin yolu keçir insan ikinci dəfə. Bəli. Bunu pasiyentin yaxınları başa düşməlidirlər. Əks təqdirdə yataqda olan insan da əziyyət çəkəcək, siz də əziyyət çəkəcəksiniz və onun belə deyək reabilitasiya dönəmini nə qədər gecikdirəcəksinizsə, onun ən böyük əziyyəti ilə sizin üzərinizə düşəcək. Əslində insanlar bunu qavramalıdırlar. Ümumiyyətlə problem burdadır. Ümumiyyətlə insultun reabilitasiyası çox mürəkkəb bir mexanizm kimidir. Necədir söhbət? Əgər baxın, adam insult keçirib, böyük bir psixoloji travma yaşayıb. Yəni bəzi xəstələr olur, heç dərman qəbulu, bəsdir, bezdim mən dərman atmaqdan falan, dərman qəbulundan belə imtina edir. Bir psixoloq dəstəyi lazımdırmı? Lazımdır. Əgər dominant yarım kürədədirsə, sol yarım kürədədirsə və motor afaziya yaranıbsa, nitq pozulub, artıq tutaq ki, 2 aydır bu adam danışmır, dilin bərkiməsi gedir. Düzdürmü? Logoped tərəfindən dəstək almalıdır, dil masajı olunmalıdır və bir-biri o sizin dediyiniz qaydada balaca uşağı öyrədilmiş kimi sözlər öyrədilməlidir. Reabilitoloq tərəfindən mütləq şəkildə fizioproseduralar, elektroproseduralar, elektromiyostimulyasiya deyilir sinir oyanması üçün və müalicə bədən təbii, çünki idman eləməyən idman deyirəm də, yəni müalicə bədən eləməyən qol oynaqdan söhbət gedir, tutaq ki. Dirsək oyna, adi bir şey. Bağlayaq qolumuzu bir ay hərəkət elətdirə bilməyəcək. Çünki kontraktura yaranacaq. Və kontraktura yaranmış qolu sən aça bilməzsən. Bir də görürsən bir ildən sonra gətirirlər ki, doktor bir ildir bunun qolu belədir, bəs bizə kömək ilə, bəli, bunun əli ayağı işləsin. Və onlara izah eləmək məcburiyyətində qalır ki, bu bir il ərzində bu dayanmamalıydı, hərəkətlər olunmalıydı ki, hansı ki, sən hələ biz bunun nə qədər fizioprosedura eləməliyik ki, qol açılsın ki, mən yazan müalicənin ona effekti olsun. Doktor, o zaman belə bir sual verim sizə. O müalicəyə başlamağın ən gec tarixi nədir? Yəni ən geci nə zaman başlayır? Yəni belə deyək də, deyirsiniz ki, artıq bu müddətdən sonra bizim edəcəyimiz bir şey yoxdur. Belə bir şey varmı? Yox. Yoxsa ümid həmişə var? Sizə belə bir şey deyim də, tam kontraktura yaranıbsa, artıq əhəmiyyətsizdir. Çünki sən xəstənin çiyin oynağında tutaq kontraktura yaranıb, mən görmüşəm, çox ağır əl, qoldan söhbət gedir. Yəni görülsün deyənə əlimi göstərirəm. Tam arıqlayıb, birləşib demək olar ki, ayıra bilmirsən. Artıq o gezdir. Gərək nə qədər böyük vaxt itirəsən ki, bir itirdiyi vaxt qədər sən təzədən vaxt itirəsən ki, müəyyən qədər xırda. Onu da xəstələrin nə özü, nə də yaxınları səbri çatmır. Çünki ağrılar olur, çox şiddətli ağrılar olur. Bəli, müalicədə. Effekt xırda olur deyənə səbir çatmır. Və o qədər maliyyə şeylər də var da, tərəfləri var. Hansı ki, reabilitasiyanın maliyyə tərəfləri var. Onu hər adam eləyə bilmir, ona görə biraz çətindir. Bir ilə qədər olanda effektivlik daha yaxşı olur. Bir ildən sonra biraz çətindir ümumiyyətlə. Ona görə də doktor, əslində bizim bu danışdığımız məsələlər maddi tərəfdən də insanlara böyük bir dəstəkdir. Birincisi, həkimə gecikməməkdir onları xilas edən məsələ. Artıq o başlanğıcda yaxaladığımız tromblar, bayaq siz proqramımızın hələ ta əvvəlində dediniz bunları ki, o ilkin müdaxilələr ki var tibb ocağında, dərhal həkimə çatdırılarsa uzağı 4 saat ərzində biz həmin müdaxilə ilə insanı demək olar xilas edirik. Yox, əgər biraz gecikmişsinizsə, artıq siz neyrocərrahdan keçdisə işiniz, artıq müəyyən bir aşağı ətraflara, ümumiyyətlə beynin zədələnmə sahəsinə uyğun olaraq insana bir fəsad verdisə, qalıq əlamətləri oldusa, yenə də şansınız var. Tez başlamaq. Ən azı 3 gün ərzində reabilitasiyaya başlamaq ki, həmin insanı yenidən öncəki vəziyyətinə qaytara bilək. Yox, artıq bundan sonra da gecikirsinizsə, təbii ki, siz artıq burada həm ciddi əsəb xərcləyəcəyinizi nəzərə almalısınız, maddiyat, ocağın sayəsi, yəni istənilən halda zaman sizin ziyanınız işləyir. Çünki ilk mərhələdə hansı ki, əvvəl məsələn deyirəm, 2 santimetr ölçüdə bir balaca bir ocaq var idi və onun ətrafında hələ ölməmiş
amma ölmə riski yüksək olan toxuma var. Biz ona penumbra sahəsi deyirik. Yəni biri var, təsəvvür edin, epitsentr və ondan ətraf sahələr hansı ki, onlar da təsirlənib prosesdən. Amma hələ bitməyib də proses. Onun bərpasına vaxtında başladın, elə xırda ocaqda da qalır. Yəni artıq ocağın sahəsi böyümür. Çünki o penumbra sahəsində olan hüceyrələri biz qutara bilirik. Yox, gecikdik, artıq o penumbra sahəsində olan hüceyrələr də məhv olur və artıq böyük bir insult sahəsi yaranmış olur və ondan sonra onun fəsadları ilə vuruşmaq məcburiyyətində qalırıq. Təəssüflər olsun. Bəli, təəssüf. Xəbəriniz olsun ki, xəbəriniz olsun ki, beynimiz tutumu olmayan bir orqandır. Yəni istədiyiniz qədər onun yaddaş tutumu var. Təsəvvür edirsinizmi? Müasir dünyamızın istənilən prosesorunun bir yaddaş tutumu var. İstənilən belə deyək, kompüterin, cihazın və s. bir yaddaş rəqəmi var. Amma beynimizin o yaddaş rəqəmi yoxdur. Eyni zamanda beynimiz sinirsiz orqandır. Heç bir ağrı hiss etmir. Hətta dəfələrlə yəqin ki, sosial şəbəkələrdə şahidi olmusunuz, YouTube'dan izləmişsiniz ki, neurocərrahlar insanın skripka ifa etdiyi anda əməliyyat eləyirlər. Yəqin ki, bu da sizin diqqətinizdən yayınmayıb və böyük bir təəccübünüzə səbəb olub. Çünki beynin sinirləri yoxdur. Ya doktorlar bunu niyə belə eləyirlər? Nəzarət etmək üçün ki, onlar ətrafda hansısa bir motorikanın zədələnib zədələnmədiyinə nəzarət etməsi üçün. Yəni bu bir şou xarakterli bir məsələ deyil. Cərrahların sırf həmin məsələyə nəzarət etməsi üçün, yəni nəzarət altında bir cərrahi müdaxilənin aparılması üçündür. Eyni zamanda beynimiz hədsiz dərəcədə tutumu olmasına baxmayaraq, yaddaş tutumu olmasına baxmayaraq özünə lazım olmayan müəyyən yaddaşları silə bilir. Yəni müəyyən bir müddətdən bir sanki özünü yeniləyir və yeni yerlər yaradır özü. Təsəvvür edin ki, bugün elə bir kompüter yoxdur ki, hal-hazırda özünü yeniləsin, bu qədər hər saniyənin şəklini çəksin, yadında saxlasın. Yəni bunu ümumiyyətlə təsəvvür belə edə bilmirəm ki, beynimizi bir prosesora köçürsəydik, o prosesor nə boyda olardı? Neçə hektar sahəni tutardı? Əslində bununla bağlı çox maraqlı fantastik filmlər və s. çəkilir ki, insan beynini köçürdülər, çox nəhəng bir mexanizm onu qəbul elədi və s. Amma hələlik bu mümkün deyil. Süni intellektin gəlməsi ilə beynə müəyyən maraqlı müdaxilələr həyata keçirilir, amma bunlar da hələlik özünü doğrultmayıb. Məsələn, gələcəkdə insanların dil öyrənməyə ehtiyacı olmayacaq deyir alimlər. Biz rahatlıqla beynə istənilən dili yükləyə biləcəyik, istənilən dili oradan silə biləcəyik, ya da istəsək insanın yaddaşını silib ona yeni yaddaş verəcəyik. Hələlik bunlar fərziyyələrdir. Alimlər bunu danışırlar və bunun üzərində çox böyük sürətlə işləyirlər. Hətta bir ara belə bir fikirlər gəldi ki, çiplər gələcək, insan beynində çiplər olacaq, insan həmin çiplər vasitəsilə idarə olunacaq. Yəni beyinlə bağlı miflər də say bitməyən məsələlərə bağlıdır. Biz bugün insultlardan danışırıq əzizlərimiz. Əgər birbaşa nevroloqa ünvanlamaq istədiyiniz suallarınız varsa, baş ağrıları ilə bağlı, beyni qansızmalarla bağlı, əsəblə bağlı, yuxusuzluqla bağlı, nevroloq ümumiyyətlə bugün dönəmimizin, müasir dövrün ən çox tələb olunan həkimlərindəndir. Və hətta deyirlər ki, gələcəkdə ən çox nevroloqlara ehtiyac olacaq. Çünki müasir insanın beyni o qədər yüklənir, o qədər beyin səbəbli problemlər yaşayır ki, artıq həmin mütəxəssislərin aktuallığı daha çox göz önünə gəlir. Cəmil İbrahimov studiyamızın qonağıdır, nevroloq doktor, Medistyle Hospitalın mütəxəssisidir. Nərmanov rayonu Albert Agaronov küçəsi 16 ünvanında fəaliyyət göstərir. 099 823 1923 nömrəsi ilə doktorla əlaqə saxlaya bilərsiniz. 099 823 1923 nömrəsi ilə. İnsult əslində insanlar nə qədər qorxsalar da ki, beynə qansızma təhlükəlidir, bunu bilirlər. Amma niyəsə bugün məsələn xərçəngdən daha çox qorxur insanlar. Amma başa düşmürlər ki, insanın təəssüflər olsun ölümünə səbəb olan xəstəliklər içərisində ürək qan damar sistemi xəstəlikləridir. Yəni damar mənşəli insanların həyatını itirməsi daha çoxdur. Burada insultların da payı var. Azərbaycanda belə bir statistika aparılmayıb, amma ədəbiyyatlarda Amerika Birləşmiş Ştatlarında son 7-8 il bundan qabağın statistikasını deyirəm, yeni statistikadan xəbərim yoxdur. İnsultdan dünyasını dəyişənlərin sayı 200 mindən çoxdur. İl ərzində. Ay. Və gözlənilir ki, yəni 10 il sonra bu rəqəmlər 2 dəfə artma
ehtimalı var. Niyə doktor? Səbəb nədir? Mən düşünürəm ki, burada sosial faktorların və qidalanma faktorlarının böyük rolu var. Çünki insanlar artıq demək olar ki, sağlam qidalanmırlar. Fast fooddan daha çox istifadə edirlər. Sağlam həyat tərzi yaşamırlar. Hansı insan bu dəqiqə 10 nəfəri danışdırsaq, 10 nəfərdən neçəsi idmanla məşğul olur, neçəsi sağlam həyat tərzi, neçəsi zərərli vərdişlərdən uzaqdır. Yəni bunların çox böyük rolu var və yaş faktoru çox böyük rol oynayır. Təbii ki, insultlar fikir verirsinizsə, yaşlı insanlarda daha çox rast gəlinir. Bunun da səbəbi yəni damarla bağlıdır. Damarlar daha kövrəkləşir, tromblaşmağa meyilli olur, ateroskleroza meyilli olur və ürək problemləri. Hansı ki, məsələn, arterial fibrilyasiyası var, tromb atır, gedir balaca kalibrli bir damarı tutur və insult baş verir. Yəni insanlar buna diqqət etməlidirlər. Bir də doktor, infarkt keçirən insanlar, bunların axı istənilən halda damarındadır məsələ, damarındadır problem. İnsult keçirən insan, daha doğrusu infarkt keçirən insan, insult keçirəcək deyə bir şey varmı, təhlükə varmı, ya da əksinə, insult keçiribsə infarkt olma təhlükəsi varmı insanın? Bəli. Söhbət nədən gedir? İnsult və infarkt ikisi də eyni prosesdir. Biri ürəkdə baş verir, biri beyində baş verir. Söhbət trombun hansı, məsələn, ağciyər arteriyasında tromb emboliyasından insan dünyasını dəyişə bilər. Ağciyər arteriyası böyük olduğuna görə daha böyük tromb lazımdır. Yəni çox nadir görülən patologiya olsa da mümkündür. Məsələn, aşağı ətrafdan bir damar, məsələn, tromboflebit olan tromb atdı, getdi tutdu ağciyər arteriyasının xəstə dünyasını dəyişdi. Yəni cərrahların qorxduğu məsələ. Proses eynidir demək olar ki, sadəcə olaraq birində ürəyin damarı tutulur, ürəyin taz damarları, digərində beyin damarları tutulur. Və bir adam infarkt keçiribsə, onun insult keçirmə riski böyükdür. Və yaxud da insult keçiribsə, infarkt keçirmə riski böyükdür. Artıq orada laxtalanmada problem var. Xolesterində, trigliseridlərdə, yəni damar divarının, belə deyək də, yağlılığında bir problem var. Yəni damar daralması, stenoz olur məsələn, yuxu arteriyasının stenozu. Yuxu arteriya sindromu deyək də, beyində çoxlu sayda səpələnmiş ocaqlar baş verir. Səbəb nədir? Damar daralmışdır. Yuxu arteriyası daralır. Yəni beyinə qan aparan əsas damarlardan biridir. Və beyinə normal şəkildə qan çatmadığına görə artıq orada işemik ocaqlar əmələ gəlir. Hətta ocaq deyil, ocaqlar əmələ gəlir. Yuxu arteriya sindromu deyir də, orada artıq bir neçə ocaq əmələ gəlir. Təbii ki, yuxu arteriyasının hansı nahiyəsində tutulmasından asılıdır. Doktor, bayaq sosialdan canlınızda izləyiciləriniz sizə baş ağrıları ilə bağlı sual verdilər. Siz miqrenin adını çəkdiniz. Miqrenlə bağlı bir məsələni sizdən soruşmaq istəyirəm. Miqrendən əziyyət çəkən insanlarda beyin qanamasına meyil çoxdur deyə bir fikir səsləndirilir. Nə əlaqə? Burada miqrenin əmələ gəlmə mexanizmləri ilə bağlı nəzəriyyələrin böyük rolu ola bilər. Çünki miqrenin əmələ gəlmə mexanizm nəzəriyyələrində belə bir nəzəriyyə var ki, miqren beyin damarlarının spazmı nəticəsində yaranır. Yəni miqrenin verdiyi ağrılar düzdür, sübut olunmayıb, amma onların biridir. Yəni bir neçə faktor var da, bəli, səbəb var. Bəlkə də o baxımdan düşünürlər ki, amma elə deyil. Amma miqrenin sırf hemiparezlə, yəni sol tərəfli əlin, ayağın zəifləməsi, gücsüzlüyü, uyuşması ilə müşahidə olunan növləri var. Yəni məsələn bəzən biz onu insultdan səhv sala bilərik. Diqqətli anamnez toplayanda artıq orada, çünki məsələn ağrısız miqrenlər var. Çox nadir rast gəlinsə də adam məsələn klassik skotomlar falan aydınlaşdırırsan ki, deməli bunda miqren imiş, sadəcə baş ağrısı yoxdur. Və hemiparezlə müşahidə olunur. Yəni belə bir şey var. Amma miqren olan xəstə insult olacaqmı sualını verirsinizsə, bu net deyil, yəni dəqiq deyil. Elmi sübutu olmayan bir şeydir. Sübutu olmayan bir şeydir. Aydındır. Burada ürəklərə hardasa su səpilir. 100 minlərlə miqren əziyyət çəkən gərək onda onlar hamısı insult olardı. Yəni bir də burada doktor istifadə olunan triptan qrupu dərmanları da niyəsə risk qrupu olaraq göstərirlər. Bunun əlaqəsini başa düşmürəm. Triptanlar 5-HT reseptoru blokatorlarıdır. Orqanizmə belə deyək də, bəlkə də onların təsiri ilə bağlı, hansı patogenezlə bağlı onu izah edirlər deyə bilmərəm. Amma yəni hər dərman onsuz da istənilən dozanın artıq istifadə eləyəndə yan təsiri. Ona görə də triptanları biz tövsiyə edirik ki, istifadə elədin, tutaq ki, sumatriptan, naratriptan, eletriptan və ya da rizotriptan
keçməzsə baş ağrısı 2 saat sonra birində istifadə etmək olar. Amma ondan çox icazə yoxdur. Aydındır. Yəni hər şeyin lazımı dozadan çox istifadə əlbəttə ki ziyan verə bilər. İstənilən halda onsuz da bunlar elə dərmanlardır ki, çox diqqətlə və ehtiyatla içilməlidir. Ümumiyyətlə ağrı kəsicilərlə bağlı biz o qədər rahat davranırıq. Halbuki belə davranmaq olmaz. Həm bir də insanlar bunu başa düşməlidirlər ki, ehtiyac olmasaydı bu qədər növdə ağrı kəsici kəşf olunmazdı. Bunların hər birinin fərqli xəstəliklərə fərqli yanaşması var. Eyni zamanda da baş ağrılarında. Və elə bu ağrı kəsicilərin üzərinə gəlmişkən bir məsələni də vurğulayım. Dəfələrlə yeni baş ağrısı yaranıb da insanlar ağrı kəsicilərlə də bəzən o fonu sakitləşdirirlər, aldadırlar özlərini. Bəzən görürsünüz o qansızmalardan qabaq şiddətli baş ağrısının gəlməsi. Xüsusən də subdural qanamalarda. Bəli, bunu da zəhmət olmasa vurğulayın. Xəstələr bu yəni kitabda da bu cür yazılıb və mənim şəxsi təcrübəmdə 2 dəfə görmüşəm. Xəstə deyir ki, doktor, elə bildim ki, başıma nə ilənsə vurdular. Elə bir şiddətli və qəflətən başlayan baş ağrısı olur subdural qanamada. Ay aman başım tutdu deyib yıxırlar xəstəni, gözləyirlər ki, indi başın ağrısı keçər, nə bilim bir ağrı kəsici də verirlər. Amma düşünmək lazım ki, qəflətən və elə kəskin bir baş ağrısı baş veribsə, 100% ki, orada ciddi bir fəsad var. Və mütləq vaxtında müraciət etmək lazımdır. Çünki bilirsiniz də, yəni uşaqlıqdan başımız ağrımadığı, yəni insan müəyyən bir yaşa gələnə qədər mütləq onun həyatının hansısa mərhələsində baş ağrısı çəkir. Və sən görürsən ki, bu həmin baş ağrı deyil və sənə heç vaxt tanış olmayan bir baş ağrısıdır. Və elə olanda demək ki, burada bir şey var. Bəli, o mütləq o getməlidir və yoxlanmalıdır həkim anormal dediyimiz o normadan kənar olan məsələlərə diqqət etməyimiz çox önəmlidir. Yəni bu anormallıqdır artıq. Hə, mənim başım ağrıyırdı, amma bu şiddətdə ağrımırdı. Məsələn, mənə ürək bulanması verəcək dərəcədə ağrımırdı. Yəni dediyiniz kimi sanki bir çəkic döyər kimi bir ağrı verməsi yox idi. Çünki baş ağrısının növləri də var axı. Yəni o ağrının gəlməsi, özünü insan necə hiss etdirməsi. Baş ağrısından şikayət edir. Məsələn, hər baş ağrısını qanunla protokola görə hər baş ağrısı MRT müayinəsinə göstərişdir. KT və ya MRT olunmalıdır. Bəli. Rutin olaraq. Amma bəzən məsələn klinik əlamətdə klassik migrenin şikayətlərini edir xəstə. Və yaxud da bir gərginlik baş ağrısının şikayətlərini edir. Ehtiyac duymursan. Heç MRT müayinəsinə deyil. Götürürsən, dərmanı yazırsan, resept yazırsan, göndərsən. Amma elə baş ağrı növü var. Baxırsan ki, xəstə patoloji, yəni idiopatik bir ağrıdan şikayət edir. Hansı ki, kliniki əlamətlərin uyğun gəlmir. Axıra hara gələcək, hardasa bilirsiniz artıq. Bəli, artıq o mütləq getməli. Çünki mütləq patoloji bir şey tapacaqsın. Vay o günə ki, orada nəsə tapılmaya doktor. Bizdə pasientlərdə bu tərəfdə var. Niyə bu qədər müayinə elədiniz, heç nə tapmadınız? Yəni, kəş ki tapılmasın. Yəni, istədiyimiz odur ki, kəş ki tapılmasın. Yəni, tapılması mı yaxşı idi? Desinlərmi ki, sizə qansızmanız var? Qısa bir fasilə sonrasında davam eləyəcəyik. Cəmil İbrahimov studiyamızın qonağıdır. Nevroloq doktorumuz, Medistyle Hospitalının mütəxəssisi, Nərimanov rayonu Albert Aqarunov küçəsi 16 ünvanında yerləşir. Klinika 099 823 1923 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Media Doktor davam edir. Biz davam edirik. Media Doktor'un efirində bizi, Media FM-in efirində bizi dinləyirsiniz. Media Doktor efirdədir. Bugün studiyamızın qonağı Cəmil İbrahimov, nevroloq doktorumuz, Medistyle Hospitalda çalışır. Nərimanov rayonu Albert Aqarunov küçəsi 16 ünvanında yerləşir klinika və 099 823 1923 nömrəsi ilə doktorla birbaşa əlaqə saxlaya bilərsiniz. Baş ağrıları olsun, yuxusuzluq olsun, nevrozlarla bağlı. Nevroz dediyimizdə o qədər böyük bir mövzudur ki, bunu əslində doktorlarımız artıq nevroz deyə vurğulamırlar. Bunun bir açıqlamasını verirlər və orada başqa bir başlıqlara keçir, fərqli yanaşmaları var. Nevroz dediyiniz də dərya qədər bir elmdir. Saatlarla danışmaq olar. Eyni zamanda baş ağrıları ki, müxtəlif səbəblərin müxtəlif yanaşmaları var, müxtəlif belə deyək formaları var. Əslində baş ağrılarından danışanda heç bir efir bəs eləmir. Hətta bir mövzusunu belə açmağa bir efir bəs eləmir. Ona görə də baş ağrılarına da çox sadə yanaşmayan,
əslində fasilədən öncə baş ağrısı ilə bağlı sual verməyimin də məqsədi o idi ki, bəzən elə insultların da öncəsində baş ağrısı özünü göstərə bilir. Hətta doktorumuz fasilədə maraqlı bir statistikanı vurğuladı ki, klinikaya müraciət edən 3 insandan ikisi baş ağrısı ilə müraciət eləyir. Baş ağrısının isə səbəbləri hədsiz dərəcədə çoxdur və bayaq o vurğulamağınız ki, baş ağrısı ilə gələn insanın əslində MRT-yə göstərişi var, çox yaxşı olar. Yəni çünki bugün elə bir dövrdə yaşayırıq ki, insanların elə MRT-yə gedib müayinə olunması daha yaxşıdır. Qoy elə bu başdan bilsin ki, ciddi bir şey varmı orada, yoxmu? Sonrasında doktorlar rahat davam edə bilsin. Birbaşa dalğamıza suallarınızı ünvanlamaq istəyirsinizsə 055 999 1055 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Radio FM-in birbaşa efirinə sualınızı verə bilərsiniz ki, dəfələrlə dinləyicilərimizin suallarını efirdən doktorlarımız cavablandırıblar və təbii ki, sonuna qədər sizə hətta dinləyirik ki, görə şikayətləriniz nədən ibarətdir. İnsultlardan danışırıq. Bu beynin qan sızması olaraq el arasında bilinir. Beyin infarktı olaraq da bəzən insanlar bunu özlərini rahat olsun deyə deyirlər. Doktorumuz dedi ki, əslində elmdə də adı beyin infarktı olaraq keçə bilir. Doktor, mən istəyirəm bir qədər bu belə deyək, insultun cərrahiyyədən sonraki artıq sizin o nəzarətiniz dönəmi ki var, orada insan nələri etməlidir, nələrə əməl etməlidir, bunlardan bir qədər danışaq və burada yaş faktorunun önəmi varmı? Məsələn, bir insan gənc yaşlarında belə bir problem yaşayıb, bir insan yaşlı yaşlarında. Bu pasientlərə yanaşmada fərq varmı? Maraqlı sualdır. Əslində həkim tərəfindən yanaşmada fərq yoxdur. Yəni tutaq ki, yaşı 35-dir, sol orta beyin arteriya hövzəsində 5 sm ölçüdə bir ocaq var və yaşı 65-dir, yenə eyni nahiyədə 5 sm bir ocaq var. Həkimin yanaşması eynidir. Fərq o xəstənin şəkəri varmı, yoxmu? Burada var. Laxtalanma faktorları, lipidlər hansı dərəcədədir? Yəni yanaşı hansısa bir xronik xəstəliklər varmı, yoxmu? Yanaşmada fərq yalnız bundadır. Yəni bütün hallarda müalicə protokolu deyilən bir şey var və yəni müalicə protokoluna uyğun aparılmalıdır. Düzdürmü? Bizim üçün kolay olan, rahat olan tərəfləri nələrdir? Cavan adamı sağaltmaq bizim üçün asandır. Çünki orqanizm möhkəmdir, sağlamdır, tez özünü bərpa eləyə bilir. Yaşlı adamlarda bərpa prosesi gec gedir. Burada fərq var. Bəli, yəni yoxsa xəstəlik eyni xəstəlikdir, proses eyni prosesdir. Protokolları eynidir. Ölçüdən asılıdır və tutduğu yerdən asılıdır ki, kliniki mənzərə fərqli ola bilər. Amma proses eyni proses. Tromb damarı tutub və sənin yanaşman necə olmalıdır, onu taktikanı seçməlisən həkim olaraq. Və sonraki mərhələ, əgər sonraki mərhələ deyəndə siz xəstəxanada olduğu mərhələni nəzərdə tutursunuz, yoxsa sonraki... Yox, evə keçdik. Yəni artıq belə deyək, stasionardan çıxdı insan. Bəli, əgər xəstə stasionardan çıxdı, biz artıq onu göndərdik evə. Xəstədən tələb olunan bəzi şeylər var. Bir, yazılmış dərmanları vaxtında atmaq. Bu, yəni işin ən kilit tərəfidir. Çünki biz dərmanlar təyin eləmişik laxtalanma əleyhinə, yəni qan durlaşdırıcı dərmanlar təyin eləmişik, xolesterin əleyhinə dərmanlar təyin eləmişik və orqanizmin bərpası üçün dərmanlar təyin eləmişik. Düzdürmü? Və yanaşı olaraq xəstədən nə tələb edirik? Tutaq ki, bir plejiyası var idi, tam hərəkətsizlik idi. Bilirsiniz də, yəni bir xəstəxanada xəstəni uzun müddət tam durub gəzənə kimi, yəni heç bir əlamət qalmayana kimi saxlamırıq da. Yəni tutaq ki, kəskin dövr keçdiyi, tutaq ki 14 gün keçdi, xəstə artıq yarım kəskin dövr və yaxud da artıq gec yarım kəskin dövrdə idi. Gec yarım kəskin dövrə keçdi olacaq, evə buraxa bilərik. Düzdürmü? Bəli. Və hərəkət məhdudluğu götürülüb aradan tam əvvəl yox idi, indi biraz var. Düzdürmü? Biz nə təyin edirik? Deyirik ki, sən xəstəyə və onun yaxınına başa sallıq ki, ev bu yuxarı ətrafı və aşağı ətrafı daima hərəkət elətdirmək lazımdır, vaxtaşırı. Həkimin ev tapşırıqları, bəli. Media doktor, sağlığın varlığındır. Sosial şəbəkələrdən eşitdiyi, oradan buradan qulaqlarına gələn misallar ki, məsələn, insan insultdan komada olanda ya da istənilən hər hansı bir hadisədən komada olanda öz övladının səsini eşitməsinə reaksiya verməsi ya da ev heyvanlarına reaksiya verməsi, hətta məsələn biz dəfələrlə görmüşük ki, xarici ölkələrdə məsələn sevdiyi bir iti varsa onu gətirirlər yanına ki, məsələn ona toxunuşuyla həssaslığın yaranması. Bunlar nə dərəcədə elmdə özünü göstərən bir məsələlərdir? Nə dərəcədə əsaslıdır? Bizim bir xəstəmiz var idi, hipoksik işemik,
anoksik işemik belə deyək də ensefalopatiya idi və xəstə 6 aydan çoxdur komadaydı və ayılmırdı. Yoxlamadığımız bir şey qalmamışdı yəni. Biraz ona görə də düşünürəm ki, onlar elə sadəcə bəlkə də kinolarda elədir. Çünki bizdə orada reanimasiyada ağır xəstələr yatdığı vaxtlar olub, gəlib onu oğul da çağırıb, qızı da çağırıb. Adı ilə səslənirlər də ata, ana məsəl üçün də. Yəni heç bir reaksiya, yəni beyin o vəziyyətdə deyilsə reaksiya verə bilmir. Orada bir məqam var, hansı ki elektroensefalografiyada da dalğalarda baxırsan ki, xəstə koma ilə ayıqlığın arasındadır. Titreşimlər var. Slip spindle dalğalar deyirlər ona. Bax həmən o dediyim o 6 ay komada yatan xəstə, yəni biz ona demək olar ki, hər şeyi yoxladıq və nəticə vermədi. Mən ona deyirdim ki, tez adını çağırın, qohumlarına izah eləmişdim də. O biraz absurddur əslində. Kinolarda göstərildiyi kimi deyil. Yəni. Hətta bir kitab oxumuşdum. Bir qızın başına gerçəkdən həyatda gələn hadisələrlə bağlı təsəvvürləyin, yüksək mərtəbəli binanın qarşısından keçəndə çox yüksəkdən gələn bir daş parçası, fasadın parçası onun üzərinə, başına düşür və qız komaya girir. Ayılandan sonraki həyatını yazmışdı ki, mən həkimi komada olmağıma baxmayaraq ki, mənə deyirlər ki, gəl onu cihazdan ayıraq, mənim valideynlərimi otağa çağırırlar, mən onların ağladığı səsləri eşidirəm və deyir, həkimə deyə bilmirəm ki, mən ölməmişəm, mən sizi eşidirəm. Bu nə dərəcədə mümkün olan bir şeydir? Mənə çox qəribə gəlmişdi o kitabdakı hadisələr. Və belə mümkün ola bilər ki, motor funksiyaları pozulub. Yəni, məsələn, təsəvvür edin ki, bayaq dediyim kimi sol dominant yarımkök brok mərkəzində tutaq ki, insult olanda necə olur? Xəstə deyiləni başa düşür, amma danışıq qabiliyyəti olmur. Cavab qaytara bilmir, amma alır. Bəli, alır. Yəni tamamilə alır, amma başa düşə bilmir. Yəni o tipdə bir şey ola bilər. Onu da ayılmasaydı bəlkə də bilməyəcəkdilər. Və hər xəstədə deyil olmur yəni. Və hətta deyir orada öz-özümə deyirdim ki, ana mübarizə apar və həkimimə deyir ki, ayırmasınlar məni cihazdan deyir. Hətta qız deyir sanki bir ümidsizlik içərisindəydim ki, anam razılaşacaq mənim cihazdan ayrılmağıma və ölümümə fərman verəcəklər. Çox ağır bir kitab idi. Tək ki, heç kəs belə həyati təcrübələrlə qarşılaşmasın, heç kəsə bunu arzulamırıq, amma həyatdır. Heç birimiz heç nədən sığortalanmamışıq. Harda avtoqəza keçirəcəyi insanların bilinmir, məişət qəzaları ola bilir. Hətta son dövrlər görürsüz, dəfələrlə arzu olunmaz hadisələr yaşandı küləklə bağlı. Ona görə də küləkli havalarda artıq aidiyyatı orqanlar xəbərdarlıq etməyə başladı əhaliyə ki, sarı və narıncı xəbərdarlıqla çox vacib deyilsə işiniz evdən çölə çıxmayın. Bu sonradan arzu olunmaz, istənməyən hadisələrə gətirib çıxarmasın. Hər birinizə can sağlığı arzuluyuruq. Nə başınız ağrımasın, nə səhhətinizlə bağlı hər hansı bir problem yaşamayın, amma yaşayarsınızsa da həkimlərinizə canınızı həvalə eləyə bilərsiniz. Çünki bugün tibb çox inkişaf edib. Həkimlərimizin biliyi, tibb ocaqları, eyni zamanda cihazlar, müayinə cihazları, müalicə cihazları o qədər inkişaf edib ki, hətta mən həkimlərlə işlədiyim müddətin əvvəlinə və sonuna baxsam, müqayisə etmiş olsam, çox ciddi fərqlər var. Doktorlar bəzən görürdünüz, bir efirimə gəlib bir məsələnin müalicəsi yoxdur deyirdisə, müəyyən konferansdan sonra gülə-gülə gəlirdi ki, Sona xanım, şad xəbərim var, dinləyicilərə ya da izləyicilərə başqa bir xəbər verəcəm. Yəni bu dərəcədə elm inkişaf edir. Doktor, sizə təşəkkür edirəm. Çox sağ olun gəldiyiniz üçün. Dəvətiniz üçün. Çox sağ olun. Sağ olasınız. Cəmil İbrahimov bugün mənim həmsöhbətim indi nevroloq doktor Medistyle Hospitalda çalışır. Həmin hospital Nərimanov rayonunda Albert Agaronov küçəsi 16 ünvanında yerləşir. Əgər müraciət etmək istəyirsinizsə 099 823 1923 isə doktorla əlaqə saxlamaq üçün nömrədir 099 823 1923. Yəqin ki, götürüb bir yerə qeyd edə bildiniz. Biz ayrılan zaman yavaş-yavaş yekunlaşır. Siz isə özünüzə yaxşı baxın. Hər zaman olduğu kimi yenə də eyni vaxtda sizin qarşınızda olacaq fərqli tibbi mövzularla. Əsas odur ki, canınızın sizin varlığınız olduğunu unutmayasınız. Biz ayrılan vaxt yekunlaşdı. Siz isə özünüzə yaxşı baxın. Sizinlə mən idim. Sona Boynana.